Böyle bir şeyler alındı. Kurasana oxşamır. Ama istedi. Şimdi birazdan bunu açanda görərsiniz şokolad necə oldu. Herkese salam. Benim kanalıma hoş gelmişsiniz. Kim bilmirsə benim adım Kamila'dır. Ve biz vlog başlayırıq. Ben de her zamanki kimi kofesiz alınmır. Aylin yatır. Ben kofemi içim, keçim işlerime. Burada da buğda aldık. Üzerine su əlavə elədim. Bunları təmizləmişdim bayaq, ama yine de çıxdım. Neyse 2 gün bunun suyunu değiştireceğim. Suda qalacaq. Görək səməni cücərtdirə bilərik, yoxsa yox. Bu söz mənə güldürür. Bu da benim güzel dekor güllerim. Video çekmek için. Hiç ne kalsın suda 2 gün. Görək ne olacak. Geldim mətbəxə ki, Aylin üçün kompot eləyim. Belə məndə suxa fruktları var idi. Qurudulmuş meyvə. Atam qurudur onları və gətirib bizə. İndi bunları yuyacağım və göndərəcəm multivarkaya. Aylinka üçün kompotik. Bəli qızım, sənindir bu. Kompot olacaq. Belə. Bunu başlayaq eləməyə. Multivarkada hardası bir 15-20 dəqiqə məncə qalar. Və Aylin onun suyunu içəcək. İlk önce əlbəttə ki onları yuyuruq. Çünkü burada bəzi belə çəkilər çıxır. Və gərək qəşəng yuyaq. Sonra göndərək onu multivarkaya. Görürsünüz nə qədər çik çıxdı. Məncə bir dəfədə yuyacağım. Multivarka çox qəşəng bir məhsuldur. Məncə bu hamıda olmalıdır. Və burada görürsünüz, burada kompot var. Kompot özü pişirəcək. Bu yuxarısıdır. Məsəl üçün buxarda yeməyi pişirmək üçün. Bu da onun çaşası. Bu yəni belə çıxarılır. Hətta bu qızırda. Yəni bunun içində pişir hər şey. İndi bizim meyvələrimizi, quru meyvələrimizi əlavə eləyirəm. Sonra su əlavə eləyəcəm. Nə qədər su istəyirsiniz. Əlavə meyvə də qata bilərsiniz. Məsəl üçün əgər sizdə varsa meyvə ilə də eləyə bilərsiniz. Kişmişlə də eləyə bilərsiniz. Sonra alma ilə mən eləyirdim. Heyva ilə. Çox faydalıdır heyva, həm də ki öskürəyə qarşı. İşte bura su əlavə eləyəcəm. Əlbəttə ki qaynar su. Krantdan yox. Qaynadılmış su. Su istəyə görə vurdum. Siz istəyə görə vura bilərsiniz. Və keçirik. Kompot. 1 saat göstərir burada. Görək. Keçsin, pişsin. Baxaram onun rənginə. Hətta məndə xaladelnikdə gavalı var idi. Dedim gavalını da götürüm. Əlavə eləyim, yuyum onu. Məncə normal, dadlı bir kompot alınacaq. Özümə də 1 ədəd avokado götürdüm. Özümə dedim ki, ailemlə bir yerdən zavtrak eləyəcək. Burada 2 dənə yumurtadı qırdım. İndi biraz mən bura süt əlavə eləyəcəm. Pişəm. Orada tava qızır. Bizim üçün bir dənə qəşəng omlet. Lavaşım da var orada. Avokado, lavaş. Omletin içine de biraz labne pendirini əlavə edəcəm. Bu arada mən Villanın labnesini almışam. Çox da bəyənmədim. Budur qızlar. Kim yiyibsə yazsın, bəyəndiniz yoxsa yox. Belə də məncə o birisi labne hansı firmanın idi? Ülkərin idi yoxsa hansı firmasının idisə o birisi labnelər. Onlar daha ləzzətlidirlər. Gerek bunu tez bitirim ki o birisindən götürüm. Bunun dadı əvvəl yaxşıydı. Sonradan dadı nə bilim biraz qəribə oldu. Heç nə, gedim mən omletimi eləyim. Avokadonu necə doğrayıram? Çox asandır. Mən yumuşaq avokado götürürəm. Belə ortadan bölürsünüz. Belə. Sonra belə eləyirsiniz, açılır. Gördünüz. Tuzluyursunuz. Dadı necədir? Dadı kartoşkaya oxşuyur. Amma mən bəyənirəm. Bilmirəm nədənsə. Tuzluyum bunu qəşəng. Duzladım, əziyyatladım. Limon suyu da yoxdur deyəsən. Əybi yoxdur.
Malinkamı da unutmuram. Çok az koyacağım ona da. Biraz avokadodan yemədi. Çünki kaşa vermiştim səhər. Bir də omlet. Omletim də biraz cırılıb. Ailə də bu labneden verirəm. Əslində birisindən alırdım baby labnesi. Amma onlar eyni şeydir. Nə böyük üçün, nə balacalar üçün. Tərkibində kalsiy olduğuna görə yaxşıdır. İndi bir omlet eləyəcəm. Biraz cırıldı, amma ev yoxdur. Aylin xanım da gəldi. Xanımça. Ay can. Verəm indi sənə də. İndi bunun içinə də yam-yam. Labne. İstədim onu normal eləyim. Aval alınsında kruk bildiğiniz omlet. Cırıldı nəsə. Eybi yoxdur. Neyiniyək? Aha. Böyle eləyirsiniz. Bebələrinizə bu şəkildə verə bilərsiniz. Sonra kəsirsiniz belə. Özləri də yeyə bilər. Görürsünüz. Belə maraqlı bir şey alınır. Özü də yeyə bilər. Şimdi onun üçün qoyacağım. 2-3 ədəd bəsindir qızım, hə? Balinin burada gözləyir. Bu da mənim. Bir dənə də çay içəcəm sonra. Deyirəm, indi səs salsam mənə baxacaq. Oturmuşdu da kitaba baxırdı. Baba deyirdi. Ne oldu kızım? Yedin завтракова? Şimdi koydum bura yanıma. Deməli multivarka səs çıxartdı ki hazırdır. Cizza, əlvi vurma. Artıq hazırdır bizim kompotik. İndi bunu başqa yerə. Cizza. Cizza eləmə qızım. Cizza, hə bura çox da şey deyil. Əsas orada eləmə, əl vurma qızım. Hə, bizim kompotikimiz də hazırdır, belə görsənir. İndi onu başqa qaba yerləşdirəcəm, sizə də göstərəcəm nə alındı. Təsə alıb hədiyyə. Mişkadır bu. Belə yataq üçün dost. Burasında belə şeylər var, funksiyalar. Aylin sadəcə onu qırdı, neynədi. Buradan nəfəs alanda vurur. Çünki yerə düşürdüm. Biraz böyük uşaqlar üçündür. Işığı da yanır, burada görsənmir. Nəfəs alır. Ürəyi döyünür. Sonra nə olur? Ay kızım gözde. Söndürmeyi lazım da. Böyle. Nefes alır. Bir dənə bir şey danışım, mənə gülün. Gəlmişəm deməli tualetə, hamam otağına. Pişimizi axtarıram. Və gəlmişəm buralara baxıram ki, yoxdur da. Fikirləşəm ki, bu pişik hara gedib girib səncə? Sən demə bu ağıllı pişik. Bir dəqiqə. Gedib girib ora, gizlənib orada. Mən də bunu hər yerdə axtarmışam. Gəl. Ay Allah, bir dənə gülməli hadisə oldu. Gedib girib ora, oturub orada. Mən də onu ev içində axtarım. Fikirləşəm ki, mən bunu bağlamışdım axı hamam otağındakı. Aylinə gedib ilişməsində. Çünki gedir son vaxtlar Aylindən cumur. Aferist, ürəyim düşmüşdü. Mən bildim ki, bu pişik hara gedib düşə bilərdi. Fikirləşdim ki, o unitazda üzürdü. Yəni gedib nə bilim, gedib kanalizasiya düşüb. Bu pişiyi nə bilim mən. Dəli oldum mən. Elə bildim ki, məndə çatmır. Çünki pişiyi bağlamışdım, sonra fikirləşdim ki, o necə ola bilər ki, pişik oradan qaçıb. Qorxdum, utanmırsan, məndən məzələnirsən. Ayıb olsun. Ayıb olsun sənə. Aylin çıxında supu hazırdır. Aylin burada uluyur. Belə bir sup alındı. Çox bəyəndim bunu. Həm qəşəng qoxusu gəlir. Burada 2 ədəd toyuq kündəsi var. Səzdam can.
Göstərim də nə yeyirsən. Bir də belə supdu biraz lapşanı çox eləmişəm bu səfər. Heç nə gedim yedizdirim onu. Saat 10 geçtirdə Ailəni yedizdirirəm supçukla. Biraz blenderla keçirtdim. Siz niyə? Belə qusuq yeyir əslində. Amma supu bilmirəm bu halda çox sevir. Belə daha da yeyir də. Məsəl üçün qusuq verəndə yarısını tüpürür. Başa düşmür də. Yəqin ki, nə bilim, çeynəməyə də istəmir, tənbəl eləyir arada. Amma elə də çox qusuq qalmayıb. Supçuku yedi bitirdi. Maşallah sənə deyim qızım, nə deyim başqa. Bircə özünü öyrənsəydi yeməyimə lap əla olardı. Heç nə, gedim mən də mətbəxə. Murtikini söndürüm. Gəlsin yanımda otursun. Orada da mən spagetti elədim. Kotlet buzluqdan çıxartdım ki, yoldaşım gələndə də yesin. Artıq bildiyiniz kimi səməni qoyuram. Aylinka üçün bayrama. Görək də alınacaq ya yox. 2-ci gündür da. Dünən gecə qoymuşam. Bugün 1-ci gündür, sabah 2-ci gün olacaq. İndi birazdan bunun suyunu yeniləyəcəm. Suyunu. Böyle hava da bir təhərdir. Havanı göstərim sizə, siz də baxın. Bir təhər hava var çöldə. Dumanlı, güneş çıxıb. Buranı da təmizləmişəm. Buraları. O tərəfdə baxın, duman. Bunlar da gecə işləyiblər. Əsəbimə toxunublar. Işıq qoymuşlar orada. Işıq bütün evə gəlirdi. Normal yata bilmədim. Belə keçim evə. Göstərim sizə. Asmışam zibili ora ki, ayınları çatmasın. Kartetlərimi də qoydum. Görürsünüz, astaxoda qoymuşam. Əriyib əslində. Artıq yumuşalıblar. Buzluqdan çıxartmışdım onları. İndi iki tərəfli qızardacağım. Burada da spagetti. Burada yoldaşım yiyəcək. Aylinka üçün sup. Burada da mənim kompotumdur. Özüm də dadına baxdım. Biraz turş məzə çıxdı. Amma dadlıdır. Çox da şəkərli deyildi. Heç şəkər vurmamışam deyə bilərəm. Heç belə şeylər almırdım. Bayram qabağı nəsə ürəyimə düşdü. Bizdə əvvəl nənə gilə alırdı, baba gilə alırdı belə şeyləri. İndi heç kim almır. Dedim özüm alım. Bunları kolleksiya edəcəm ki, Aylinkanın hər il onun Novruz bayramını qeyd edək. Əslində heç bir çərşənbəyə stol açmamışam, süfrə açmamışam, amma istəyərdim açım, vaxtım yox idi sadəcə. Bunları da almışam 1 manat, yoxsa 50 qəpik idi. Deyəsən 50 qəpik idi bunlar. Səhv eləmirəmsə, Biləcərdən almışdım mini sələrəkdən. Çox şirindilər. İndi istəyirəm Aylinka üçün honça da alım. Səməni də orada qoyuram. Görək necə alınacaq. Belə şəkər bura. Gülməli. Heyf ki, şəkəri bura pişirə bilmirəm, paxlava pişirə bilmirəm. Bilmirəm. İstəmirəm də, yəni. Amma bir gün istəyərdim ki, pişirim. İnşallah qismət olar. Paxlava, qoğal pişirərik ailəmdən bir yerdə. Bunu da aldım. Bu deyəsən 3 manat, 2 manat 19 qəpik idi. Gözəl figurkalar Novruz bayramı üçün. İndi istəyirəm yeni alım, sonra toplam şəkildə sizə göstərim. Bunu da yoldaşım almışdı mənə, bunu bəyənmişdim. Qarşılıqlı gül. Düzdür, deyirlər suni gül evdə saxlamaq olmaz, amma mən bunlara inanmaq istəmirəm. Çünki nə qədər inanacağıq, o qədər də onu çəkəcəyik də, negativliyi. Bilmirəm, siz bu barədə nə fikirləşirsiniz? Deyirlər buğda saxlamaq olar evdə, suni buğda. O bizdə var məsəl üçün. Amma belə qızılgül heç vaxt saxlamamışam. Sadəcə mən istəyirdim ki, video çəkəndə gözəl görsənsin. Arxa fonda nəsə olsun. Hətta ki, mən indi istəyirəm balkon üçün gözəl təbii güllər alım. Amma bilmirəm, onlara qulluq eləyə biləcəm, yoxsa yox. Çünki almışdım. Burada balkonda bizdə mən qoymuşdum da gülləri məsəl üçün. Hamısı ölmüşdü. Bu da görürsünüz pis gündədir. Fikus da məndə öldü, bilmirəm nədəndir. Atam gəlib demişdi ki, sən bunlara yem verməlisən. Belə torpaq satılır, hazır torpaqdır, nəsə vitaminli torpaqdır, nə deyirlər ona. Deyir ondan al. İndi görək də biraz vaxtım olsun, internetdə axtaracağım və sizlə də bölüşəcəm. Məsəl üçün hansısa bir güllər olacaq balkonda. Ümumiyyətcə balkonun dizaynını dəyişdirmək istəyirəm. Dizaynını yox, buradakı əşyaları görək inşallah arzuma çatacağam ya yox. Onları da sizlərlə bölüşəcəm. İnşallah bura bir ideyam var. Bir gül stendi eləmək istəyirəm. Görək necə olacaq.
İnşallah ki yaxşı olacaq. Hə, nədən danışırdım? Bir də bunları almışdım səməni üçün. Səmənini belə gözəl, belə quş var. Buradan belə zakoliçkası var yapışdırmaq üçün səməniyə. Bir də bu bunlardan. Azərbaycan dilində bilmirəm nə gedir. Rus dilində bilirəm Boja Korovka. Hə qızım. Gəldin, supunu yedin, gəlib evi dağıtmağa. Həmişə götürür, buradan dartır. Qorxuram bir gün başına düşəcək. Amma bunsuz olmur. Bu bilmirəm. Bu süfrə sərəndə gözəllik qatır evə. Ailin imkan verirsə, papağını da götürüb, papağını götürüb oradan çıxardıb, evi dağıdır. Pampersini də görürsünüz, gətirib bura. İndi gedəcəm onun bezini dəyişdirəcəm, əynini də dəyişdirəcəm. Gedim yeməyimi pişirim tez. Nəsə çox danışdım. Sonra nə deyirdim? İstəyərdim ki, ən çox bu divanı dəyişdirək. Çünki bu divanı qırmışıq yoldaşımla. O qədər oradan buradan daşıyırdıq onu. Həm də ki, artıq bu çoxdan var burada. İstəyərdim ki, yeni divanımız olsun və yeni masamız. Bir dənə masa görmüşəm, belə yumru, Yuskda. Gözüm onda qaldı da, yəni. İnşallah ki, bütün arzularımıza çataq. İstəyərdim ki, bunu dəyişdirəm, amma ki, hələ ki, büdcəyə biraz çox vurur. Hətta ki, buradakı bu, nə deyirlər ona? Elektrik plitasıdır, yoxsa nədir? Mən əslində qaz plitasından qorxuram, istəmərəm. Elə elektrik yaxşıdır. Sadəcə bu mənim üçün artıq azdıq eləyir də. Məsəl üçün mən həm ailen üçün pişirirəm, həm bizim üçün pişirirəm. Həm düzdür, air fryer'ım var, multivarkam var. Amma istəyərdim ki, məsəl üçün burada da məsəl üçün 2-3 yemək hazırlayıram da mən gündəlik. Səhər yeməyi, axşam yeməyi, bir də günorta yeməyi də bizdə belədir. Elə olur ki, səhər yeməyi yemirik, ancaq günorta və ya axşam yeyirik. Amma yenə də istəyərdim ki, burada həm boş yer var. Burada məndə ən çox heç nə istifadə eləmirəm. Belə bardak olur. İstəyərdim ki, yeni bir elektrik plitasını alaq. Amma 4 şeylikdə, məsəl üçün 4 yuvalıq. Ona görə hələ ki büdcəyə biraz dəyir. Onu al, bunu al, bilmirsən bunu ödəyəsən, bilmirsən bunu ödəyəsən, bilmirsən produkt alasan. Hamısı qarışır bir-birinə. Bircə nə almışıq? Air fryer almışıq. O da ki, çox bahalı bir şey, yəni deyil məncə. Hə, amma istəyərdim ki, ən çox divan və masa. Masa düzdür, bu masa pis deyil, amma bu evə uyğun deyil, çox böyükdür. Ailen də orada mişkasını çıxartmaq istəyir, çıxarda bilmir. Həm ailenin otağını da dəyişdirmək istəyərdim. Çıxmır. Mişunya çıxmır. Can, götür Mişunyanı. Nə? Sən nə qurban olum? Hə, elə. Görək də. Görürsünüz də, yəni masa biraz böyükdür. Belə kameradan bilmirəm nə dərəcədə görsənir sizə, amma böyükdür bizim üçün, 2 nəfərlik üçün. Düzdür, qohumlarımız deyir də, dəyişdirməyin, qonaq gələcək sizə. Hələ ki, bizə qonaq gələn yoxdur. Ona görə deyirəm belə. Bunu dəyişdirək. İnşallah görək nə edirik. Yeməyimiz də hazırdır. Böyle spagetti ilə kotlet sadə. Bəlkə yanına salatdan yəni eləyəcəm. Bir də kompot verəcəm. Yoldaşıma o da içsin. Dadına baxsın həm də. Buralar tərtəmizdir. Yığışdırmaq lazımdır. Sadəcə bir neçə 2 dənə qabım var. Onu da yeyəcəm. Olarak ailen bayaq yedi spagetti ilə kotlet. Götürdüm bir dənə almanın başını kəsdim. İçini təmizlədim. Biraz alma rəndələdim içinə və kəsmik. Üzərinə də biraz darçın. İndi bu gedəcək pişməyə. Yadımdan çıxdı bura. Biraz su əlavə edəcəm. Altına və 180 dərəcəyə qoyacağım. Görək nə olacaq. Dadlı bir şey çıxacaq ya yox. Bunun reseptini YouTube'da tapmışam. İndi görək. Az. Özü gelir. Çölə gedirik. Hara getdin? Aylin. Hava da dumanlıdır. Bizim ışığımız da dəli olur. Linka da burada. Gedirik biraz gezək. Kaka. Kaka. Fu. Fu kaka. Bu kaka. Aylin. Aylin de bütün kakaları tapır. Kaka değil.
Ой. Все, bu axırıncıdır. Ручки поставь, kızım. Здесь. Молодец. Ой. Ой. Gəldik evə, yüngül alış-veriş elədik. Sizə göstərəcəm nə almışıq. Və keçib kruasan bişirəcəm. Tez bazarını sürəyim, şirniyyat istədi. Halində yatışdırıram belə. Yatacaq. Hazır həmirim var idi. Dedim, indi kruasan eləyim bunlardan. Belə kəsəcəm. Gözləyirəm ki, buzu getsin. Buzu gedən kimi başlayacağım. Bir də belə şokolad götürdüm. Doğrayacağım. İçinə qoyacağım. İfsə. Gedəcək sobaya. Böyle bir şeyler alındı. Krosana oxşamır. Ama istedi. Şimdi birazdan bunu açanda görərsiniz şokolad necə oldu. İçi de belədir, şokoladlıdır. Çox dadlıdılar. Məncə bu pratikdir. Yəni çıxartdınız, elədiniz və salam. Prosta bilmirəm krosan kimi niyə alınmadı. Gərək forma verərdim, amma ev yoxdur. Yemeği hazırlayıram. Gəlin altı deyək buna. Lavaş lazım olacaq bizim də hər şey göstərəcəm. İndi toyuğu belə nə deyirlər buna? Əlimlə belə toyuğu belə bu hala gətirdim əlimlə. Yəni qaynadılmışdı. Sonra balqar biberi lazım olacaq. Kop-kop doğrayırıq və xiyar. Sonra göyərti lazım olacaq. Deyəcəm hansı və bir ədəd böyük lavaş və mayonez. Göstərəcəm indi sizə. Bunu evdə hazırlaya bilərsiniz. Çox dadlıdır və çox rahatdır. Biberi əlavə edirsiniz. Biraz qızardırsınız və sonra didilmiş bu toyuq filesini də əlavə edirik. Biber vururuq. İstədiyiniz ədviyyatları vura bilərsiniz. İndi bunu biraz qızardacağım və buradakı toyuqları əlavə edəcəm. Biberini vurdum. Qara istiyotum. Toyuğu əlavə elədim və bunları biraz pişiririk və buradan götürürük. İşte bunu birazdan lavaşın içine əlavə edəcəyik. Bir də lazım olacaq bizə südlə rəndelənmiş pendir, Holland pendiri. İlk öncə belə lavaşı götürürük, səririk və üzərinə məndə mayonezlə hamanın qarışığıdır. Belə eləyirik və üzərini bir lavaşla örtəcəyik. İkincisini də belə əlavə edirik və bura gedəcək ilk file, sonra xiyarlar və südlə ən sonda rəndelənmiş pendir və belə qatlayacağıq, göndərəcəyik sobaya. Toyuq file, o qızartdıqlarımı bura əlavə elədim, bir də xiyar. İndi gedəcək südlə son rəndelənmiş pendir. Ondan sonra bükəcəm. Yarı-yarı böləcəm və üzərini yumurtanın sarısı ilə sürtəcəm və göndərəcəm sobaya. Spuşkanı da yandırım ki, sizə də belə görsənsin. Bunları görürsünüz, belə əyri doğradım. Əlavə edirik bu pişirmək kağızının üzərinə və üstünə mən pomidorun yumurtasını çəkəcəm. Bir də çörək otu ilə biraz küncüt belə bu tərəflərinə və gedəcək 180 dərəcə. Burası qızarana kimi pişəcək. Küncütü də əlavə edirsiniz. Gördünüz, mən yumurtanın sarısını da vurdum. Artıq belə qəlyan altlarımız belə gözəl görsənir. Üzərinə də küncüt vura bilərsiniz. İpsə. Və qızlarım, göndəririk bunu sobaya 180 dərəcə yuxarısı qızarana kimi. Və budur bizim qəlyan altı. Mən də hardasa 15 dəqiqə saxladım sobada. Çox ləzzətli görsənir. İçdə belə şirəlidir. Yəni pendirə görədir. Bəlkə də mən biraz bol eləmişdim. Siz az eləyin ki, buralardan dağılmasın. Amma istəyirsiniz yenə də belə dağılmasını istəyirsinizsə içini bol eləyə bilərsiniz.
Mən də gedim nuş edeyim bunları yoldaşımla. Bunları hazır edə bilərsiniz. Öncədən hər birinizə nuş olsun. Привет. Привет, Уолт. Извини, что так поздно. Увидел свет под дверью. 2-3 gündür qorxulu kinoda yaşayırıq. Heç nə görsənmir. Gedim evə. Elə bir çöldəyə bir balkondaydım. Buranı təmizləmişəm. Uy, tərtəmizdir buram. Artıq hamı yatıb. Mən də burada özüm üçün sabah nə edəcəm onları yazmışam. Gedim mən də yatım. Buranı təmizlədim. Kinoya baxdıq. Simciqan çıtladıq. Və gecəniz xeyrə qalsın. Mən də sizinlə sağollaşıram.